Diğer hacısa buyurur ki, Lənkəranda bu saat acından ölenler var ve bununla deputatları qınayır. Dilrubə xanım dedi ki, Lənkəranda problem yoxdur. Qaz var, suyumuz var, az qaldı kommunizmə yaratsın. Haradadır, göstərsin. 1 kilogram 1400 manatdır. Bir kisən un 12.000 manat əyəm tapa bilsin. Komikorma verir Lənkəran cəmatı deyir, bu saat bir problemimiz yoxdur. Nöşün yalan deyirsən, o 7.000 xalqa. Muxtariyyətin destruktiv element olmadığını bu kəlamlarla izah edir. Naxçıvan Lənkər Azərbaycandan ayrılıb bəyən. Muxtariyyət alır, ayrılmıb. Hacı savaşın əleyhdarıdır. O kompromis variant təklif edir, nə qədər müəmmalı olsa da. Bu da ibarət olsun hər iki tərəfin danışıqlar stol arxasına keçməsindən. Bu cümlələr isə milli müsibətimizin Kərbəlasının anatomiyasıdır. Ağdamlı nöşün getmir, orada necə yaratmır, cəngdə, müharibədə mən də gedim onu qarışım. Ağdam öz vətən, atasının qəbrini şoxun vurdurur. Anasının qəbrini şoxun vurdur, gedib Bakıda alıver edir. Talışlar gedir orada bu saat. Ağcabəddə neçə diviziya, neçə orada brigada vuruşur, adı heç yanda yoxdur.